Bu günlərdə bölgəyə təkcə yerli deyil, xarici turistlər də üst tutur. Я приехала из России, из Москвы. Mən Rusiyadan, Moskvadan gəlmişəm. Azərbaycana ilk səyahətimdir. Bir neçə gündür ki, müxtəlif güşələrini gəzirik. Səmimi desəm, Azərbaycana heyran oldum. Sizin ölkənizin çox səmimi ruhu var. Göygöl isə çox möhtəşəmdir. Onun kənarında şəkillər çəkdirdik. Burada günəşli havada çoxlu qar gördük. Bu doğrudan da emosiyaların ahəngidir. Həm qışı, həm də yayı hiss etdik burada. Мы вместе с друзьями приехали из Санкт-Петербурга, из Biz dostlarımızla birlikdə Rusiyanın Sankt-Peterburq şəhərindən gəlmişik. Bu, Azərbaycana ilk səfərimizdir. Artıq çoxlu sayda məkanları ziyarət etdik. Bakı şəhərini, xüsusilə də Bakı gecələrini seyr etdik. İçəri şəhər bizi heyran qoydu. Gəncəni gəzdik və nəhayət möhtəşəm Göygölə üz tutduq. Təəssüratlar çox gözəldir. Yeni il üçün enerji topladıq və ümid edirik ki, yeni təəssüratlar üçün bura bir daha qayıdacağıq. Озеро и гор. И нам еще сказали, что возможно... Göl və dağların ahənginə heyran oldum. Burada həm yay, həm də qış bir aradadır. Ümumilikdə Azərbaycan mənim çox xoşuma gəldi. Şəkidə, Lahıcda, Kiş kəndində olduq. Hər yeri bəyəndim.